On minlərlə xarici qonağın Bakıya beynəlxalq tədbirə gəldiyi gün yağan leysan Qafqazın lider ölkəsinin paytaxtındakı ən qlobal problemini üzə çıxardı. Bakının müxtəlif yerlərində küçələr, tunellər, bazarlar, yaşayış evləri, hətta forumun keçirildiyi Bakı Olimpiya stadionunun ətrafı belə yenidən yağıntı və kanalizasiya sularına qərq oldu. Elə bir ay əvvəl olduğu kimi. İşə görə çatdı ki, foruma gələn qonaqlar ayaqqabılarını əllərinə alıb su basmış küçələrlə qaldıqları otellərə ayaqyalın getməli oldular. İronik səslənsə də, vəziyyət elə forumun şüarında deyilən kimi idi. Bakı təkcə tədbirin ev sahibi deyil, həm də unudulmaz təcrübədir. Elə bir Allah təala ilə hökumət verib ələ, cəmaətin qəsdinə dur. Bu görüntülərin fonunda Dünya Şəhərsalma Forumunu açan Prezident İlham Əliyev qonaqlara fəxrlə Azərbaycanın Ucqardaq kəndi Lahıcdakı qədim su ötürücü sistem haqqında danışırdı. 15 əsr bundan əvvəl kənd yaradılanda insanlar bugün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Amma nədənsə hökumət texnologiyanın inkişaf etdiyi bir dövrdə heç də əcdadlarından nümunə götürə bilməyib. Fəxrlə 23 ildir hakimiyyətdə olduğunu deyən Prezident İlham Əliyev kürsüsünü möhkəmləndirsə də, verdiyi sərəncamlar və yaradılan işçi qrupları Bakının kanalizasiya problemini həll edə bilməyib. Mən Nigeriyadanam, lakin Senegalda yaşayıb və işləyirəm. Mən su kanalizasiya sahəsində ekspertəm. Mən əsasən Afrika qitəsində tətbiq oluna biləcək dünya miqyasında olan su və kanalizasiya sahəsində həlləri eşitmək istərdim. Elə biz də. Hərçənd Azərbaycan hökuməti bu həll yollarını 20 il əvvəl məhz paytaxtda tikinti bumu başlayanda axtarmalı idi. Buna baxmayaraq, ötən illər dövlət məmurlarından ən çox eşidilən su və kanalizasiya xətlərinə axıdılan büdcə pullarının həcmi ilə bağlı təkliflər olub. Bakının 2040-cı ilədəki inkişafına dair baş planda göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9,2 milyard manat vəsait tələb olunur. Bunun 487,9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsinə lazımdır. Problemin ölkə boyu həlli isə daha çox vəsait tələb edir. Ölkə üzrə sırf indiki vəziyyəti düzəltmək üçün 20 milyard manat vəsait lazımdır. Lakin bu pul olsa belə hər şey həll olunacaq demək deyil. İşlərin görülməsi üçün azı 20 il lazımdır. Bəs biznesin idarə olması fakültəsini bitirən Zaur Mikayılov kanalizasiya və yağış sularını idarə edə biləcəkmi? Karyera pillələrini Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus yeyinti məhsulları şirkətinə xidmət etməklə qalxan Mikayılov cəmi 2 il əvvəl məhz prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri təyin olunub. Ötən illərin təcrübəsi göstərir ki, yanlış idarəçilik dövlət büdcəsindən korrupsiya maşınına daha çox pul atmaq üçün münbit şərait yaradır. Apreldə düşən yağıntılardan sonra Bakı və Abşeron yarımadasında 30-dan çox məntəqədə çökən kanalizasiya kollektorları və su nasoslarındakı problemlərin aradan qaldırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21,4 milyon manat vəsait ayrılıb. Hər leysandan sonra Bakının mərkəzi küçələrinin və yüzlərlə yaşayış evinin kanalizasiya suları altında qalmasının səbəbini mütəxəssislər yanlış idarə etmə və korrupsiya ilə əlaqələndirirlər. Azərbaycanda xalq tərəfindən seçkilərlə formalaşmalı olan yerli özünü idarə etmə institutu mövcud deyil. Ölkənin bələdiyyə institutu prezident aparatının yerlərdəki nümayəndələrindən, icra hakimlərindən asılı vəziyyətə salınıb. Rayon və şəhərlərin sosial həyatını və infrastrukturunu idarə etməli olan bələdiyyələrin əvəzinə həm qərar vermə, həm də idarə etmə bir nəfərə, prezidentə bağlıdır. Azərbaycan kimi avtoritar rejimlərdə nəinki Bakının, hətta ucqar bir kəndin də investisiya layihələrini, məsələn, artizan quyularının qazılması kimi adi layihələri belə prezidentin sərəncamı olmadan həyata keçirmək mümkün deyil. Dövlət başçısı müdafiə və xarici siyasətlə bağlı həll edilməli məsələlər olduğu bir vaxtda şəhərin təsərrüfatını da idarə edir. Şəhər idarəçiliyinin iqlim dəyişikliklərinin nəticələrini aradan qaldırılması üçün gördüyü işlərlə bağlı da avtonomiyası olmalıdır. Bu mövzuda beynəlxalq sazişlərə tək dövlətlər yox, ayrı-ayrı şəhərlər də qoşulurlar. Amma İstanbul, Ankara və Paris kimi Avropa şəhərlərindən fərqli olaraq Azərbaycanda özü müstəqil investisiya planı hazırlayan, ekspertlərlə məsləhətləşən, kollegial şəhər idarə etməsi yoxdur. Sovet dövründə iri şəhərlərdə yağış sularını dənizə axıdan yağış drenaj sistemi olub. Amma müstəqillikdən sonra onların çoxu yollar təmir olunanda yaxud da genişləndiriləndə sıradan çıxarılıb. Bu baxımdan mütəxəssislər problemi həm də idarəetmədəki yanaşmanın sistemli və strateji deyil, qısa müddətli xarakter daşıması ilə izah edirlər. Yəni diqqət cari problemlərin həllinə yönəlib ki, bu da planlı şəhərsalmadan uzaq yanaşmadır. Gec də olsa, yanvarda keçirilən müşavirədə bildirildi ki, əksər yağış suları kollektorlarına kanalizasiya xətləri qoşulduğundan sistemdə əlavə yüklənmələr yaranır və əsas kollektorların maksimum ötürücülük qabiliyyəti isə formalaşan suyun miqdarından azdır.
Xərclənən milyonlarla vəsaitin qarşılığında hələ 2018-ci ildə rəsmi olaraq bildirilmişdi ki, Bakı küçələrinin cəmi 16%-də yağış kanalizasiya sistemi var. BMT-nin minilliyin inkişaf məqsədlərində digər göstəricilərlə yanaşı kanalizasiya infrastrukturundan məhrum olan yaşayış məskənlərinin sakinləri yoxsul şəhər zonasının sakini sayılır. Beynəlxalq şəhərsalma konsepsiyasına görə dövlət infrastrukturu inkişaf etdirərək və həssas qrupların qorunmasını təmin edərək hər bir insanın adekvat kanalizasiya sisteminə çıxış hüququnu təmin etməlidir. Forumda BMT-nin mütəxəssislərinə müraciət edən Prezident Əliyev isə ötən dövrdə ümumi şəkildə çoxlu səhvlərə yol verildiyini desə də, o dövrün keçmişdə qaldığını dedi. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı. Dövlətin talan olan büdcəsinin, korrupsiya və yanlış idarəçiliyin nəticələri isə heç zaman keçmişdə qalmır. Onların izlərini əmlaki yağış və kanalizasiya suları altında qalan həm maddi, həm mənəvi zərər çəkən vətəndaşların bu gününə baxanda açıq-aydın görmək mümkündür.